Cəbməm, indi burada xeyli bizim tamaşaçılarımız şərhlər yazıblar. Mənim şəxsi hesablarıma yazanlar da var. Mən şəxsi hesablarıma yazılan mesajlardan birini deyəcəyəm və sizdən də soruşacağım. Əgər məlumatınız varsa bu barədə fikirlərinizi bildirə bilərsiniz. Burada yazırlar ki, Naxçıvanda 2 gənclər mərkəzi var, ikisinin də qapısı qapalıdır. Gənclər harda səfərbər olmalıdır? Doğrudan belədir. Tamam, açığı mən artıq uzun müddət Naxçıvandan ayrılmışam, bilirsiniz. Yəni fəaliyyətimi burada qurmuşam, burada davam elətdirirəm və bu dediyiniz informasiyadan ciddi məlumatım yoxdur. Yəni onu dəqiqləşdirmək lazımdır. Mən indi hansısa bir məlumatı verib yanlış istiqamətləndirmə eləyə bilərəm, amma hər halda biz bunu dəqiqləşdirmək olar. Amma mən sizə deyim, Naxçıvanda bir gənclik mərkəzi var, bir gənclər mərkəzi var. Hər ikisinin fəaliyyəti, gənclik mərkəzi artıq bilirsiniz Hüseyn Cavid adına gənclik kino mərkəzi idi və onun açılışında Ulu Öndərimiz Seyid Əliyev iştirak edirdi. O Ulu Öndərin Naxçıvanda ilk hədiyyələrindən biridir. Məhz 69-cu ildə ilk dəfə hakimiyyətə gələndən sonra Muxtar Respublikada bir kino mərkəzi olubdu. Əvvəllər də bu məşğuliyyət adına ancaq insanlarımız kinoya gedirdi və bir kino mərkəzi olubdu. O dövrdə internet yox, YouTube yox. Arada baxacaqlar kino mərkəzləri. 180 nəfərlik bir zalı olan bir kino mərkəzi olubdu və Ulu Öndər də Naxçıvana ilk qayğılarından biri məhz həmin bina olub, həmin binanı tikib. Çox qısa müddətdə 72-ci ilə Naxçıvanda səfərdə olarkən onun açılışını eləyib, onun Naxçıvan cəmaatına hədiyyə eləyibdi və bilirsiniz özdə Hüseyn Cavid adına kino teatr idi ora və son dövrlərdə gənclik kino mərkəzi kimi fəaliyyət göstərirdi. Texniki imkanları yüksək səviyyədədir. Mən bilirəm ki, orada mən özüm ora rəhbərlik eləmişəm və orada ciddi mənada texniki imkanları var. Eyni zamanda Gənclər Mərkəzindən söhbət açılırsa, Gənclər Mərkəzi də Cənab Prezidentin 2013-cü ildə Naxçıvana səfəri zamanı açılışını etdiyi binadır. Oranın da texniki imkanları çox yüksək səviyyədədir. Demək olar ki, bina hər şeylə, gəncliyin toplanıb iş görməsi üçün hər şeylə təmin olunubdur. Amma dediyiniz informasiya ilə bağlı ciddi bir məlumatım yoxdur. Hər halda onu dəqiqləşdirmək lazımdır. Bizim dostlarımız artıq bu informasiya ilə bağlı əlavə məlumatlar göndəriblər. Mən qısaca onlarla bağlı fikirlərimi deyəcəm. Bu informasiyaları təqdim edəcəm, amma söz verirəm ki, bunu mütləq araşdıracağam. Çünki Naxçıvan gəncləri yazırlar. Mən özüm də bir Naxçıvanlı kimi məsələləri araşdırmaq həm də bir mənəvi məsələdir. Burada yazırlar ki, Naxçıvanın əvvəlki Hüseyn Cavid Kino Teatrının yerləşdiyi gənclik mərkəzi, gənclik mərkəzidir də? Bəli, gənclik kino mərkəzi. Gənclik mərkəzinin qapısı bağlıdır. Eyni zamanda Maliyyə Nazirliyinin yanında yerləşən belə yazırlar. Bina orada yerləşir. Gənclər mərkəzinin də qapısı bağlıdır. Və sonra qeyd edirlər ki, Naxçıvanda Gənclər Fondu ləğv edildikdən və Azərbaycan Gənclər Fondunun Naxçıvan filialı yaradıldıqdan sonra həmin qurumun işçiləri bir dəfə də olsun o mərkəzə getməyiblər. Onlar evdən işləyirlər. Home office-dir. Anlamadım. Bu nə biabırçılıqdır? Hər halda dəqiqləşdirmək. Mütləq dəqiqləşdirəcəyəm. Mən bu məsələni indi siz efirdəydiniz, bu mövzuları danışırdıq deyə tamaşaçılarımız barədə yazdılar və biz bu məsələlərdən mütləq dəqiqləşdirəcəyik.